Salamlar, mən biologiya müəllimi Ayşə müəllim. Bugün 4-cü ixtisas qrupu üzrə 2-ci şans imtahanına hazırlaşan abituriyentlər üçün qısa dəstək videosu çəkmək qərarına gəldim. Əziz abituriyentlər, bildiyiniz kimi, birinci imtahanda insan skeleti ilə bağlı sual nümunəsi yox idi. Bu o deməkdir ki, ikinci şans imtahanında insan skeleti ilə bağlı sual qarşınıza çıxma ehtimalı olduqca çoxdur. Ona görə də mən çalışacağam qısa videolar şəklində daha çox çaşdırılan məqamları izah edim və sizlərlə paylaşım. Zəhmət olmasa izləmədə qalın və bəyəndiyiniz təqdirdə bəyənmə düyməsini vurmağı unutmayın. Hal-hazırda mən sizlərə insanın yuxarı ətrafının skeletini göstərirəm. Bildiyimiz kimi, ətrafların skeleti sərbəst və qurşaq olmaqla iki hissəyə ayrılır. Bu, hal-hazırda işarələdiyim hissə yuxarı ətrafın qurşaq sümüklərini göstərirəm. Yuxarı ətrafın qurşaq hissəsidir. Bu hissə isə yuxarı ətrafların sərbəst hissəsidir. Bəs insanın yuxarı ətraflarının qurşaq hissəsinə hansı sümüklər aiddir? İnsanda yuxarı ətrafların qurşaq hissəsinə körpücük və kürək olmaqla hərəsindən 2 ədəd 4 sümük daxildir. Hal-hazırda ekranda gördüyünüz sümük kürək sümüyüdür. Kürək sümüyü insanda yastı sümük növünə aiddir və sayı 2 ədəddir. Ən çox soruşulan suallardan biri kürək sümüklərinin bir-biri ilə birləşmə əmələ gətirməsidir. Əziz abituriyentlər, iki kürək sümüyümüz bir-biri ilə birləşməz. Lakin kürək sümüyümüz körpücük sümüyü ilə birləşmə əmələ gətirir. Beləliklə, çiyin qurşağı yaranır. Birazdan bunun haqqında danışacağıq. Ancaq hal-hazırda detallı şəkildə göstərdiyim sadəcə bir ədəd kürək sümüyümüzdür. Yenidən baxaq. Bu isə bizim körpücük sümüyümüzdür. İnsanda körpücük sümüklərinin sayı 2 ədəddir və onlar qarışıq sümük növünə aiddir. Körpücük sümükləri hər ikisi döş sümüyünə birləşir. Eyni zamanda hər bir körpücük sümüyümüz hər ikisi ayrı-ayrılıqda kürək sümükləri ilə birləşmə əmələ gətirir. Gəlin burada onu görək. Əziz abituriyentlər, körpücük sümüyü ilə kürək sümüyünün bir-birinə necə birləşdiyini biz burada görə bilirik. Bir də yuxarıdan baxaq. Belə də baxaq. Belə daha yaxşı görsənir. Baxın, yastı kürək sümüyümüz birləşib qarışıq sümük növünə aid olan körpücük sümüyü ilə. Beləliklə, insanda çiyin qurşağı yaranır. Yuxarı ətrafların sərbəst hissəsinə isə bir ədəd bazu, uzun borulu sümükdür. Həm qırmızı, həm sarı sümük iliyinə malikdir. Bir ədəd mil və bir ədəd dirsək olmaqla cəmi 3 uzun borulu sümük aiddir. Gəlin buradan baxaq. Təbii ki, insanın yuxarı ətrafının qurşağı ilə yuxarı ətrafın sərbəst hissəsi bir-biri ilə birləşir. Bəs görəsən, yuxarı ətrafın sərbəst hissəsi olan bazu, yuxarı ətrafın qurşaq sümüklərindən hansı ilə birləşmə əmələ gətirir? Burada siz onu aydın görə bilirsiniz. Burada bazunun kürək sümüyü ilə hərəkətli birləşmə əmələ gətirdiyini görə bilirsiniz. İşarələdiyim hissədə isə oynaq əmələ gəlir. Deməli, əziz abituriyentlər, yadınızda saxlayın ki, buradan görmək olur. Hal-hazırda işarələdiyim körpücük sümüyü bazu sümüyü ilə birləşmə əmələ, baxın, bazu sümüyü ilə birləşmə əmələ gətirməyib. Körpücük sümüyü sadəcə kürək sümüyünə birləşir. Lakin kürək sümüyü bazu sümüyü ilə birləşmə əmələ gətirir. Bu əsas məqamlardan biridir. Sonra yenək aşağı hissəyə, çünki yuxarı ətrafların sərbəst hissəsində digər sümüklər də vardır. Deməli, hal-hazırda işarələdiyim hissə əl daraq-arxası sümükləridir. Buradakı sümüklərin sayı 8 ədəddir. Deməli, bura aiddir, işarələyə bilsəm, 1, 2, 3, 4, 5, 6, 7 və 8 sümük. Əl daraq arxası sümüklərinin sayı bir əl üçün 8 ədəddir. Eyni zamanda bura aiddir
Əl darağı sümükləri. Bir əl üçün onların sayı 5-dir. Bir də bura aiddir barmaq falanqaları. Barmaq falanqaları burada 1, 2, 3. 1, 2, 3. 1, 2, 3 və 1, 2, 3. 4 barmaq üçün onun sayı 3, hər barmaqda 3 ədəd olmaqla cəmi 12 ədəddir. Baş barmaqda isə falanqaların sayı 2 ədəddir. Deməli, cəmi 14 barmaq falanqamız var. Əl daraq arxası sümükləri növ olaraq qısa süngəri sümüklərdir. Burada bunun biri işarəli qalıb. Aha, onu söndürdük. Əl daraq arxası sümükləri qısa süngəri sümüklərdir. Əl darağı sümükləri, indi onu işarələyirəm. Əl darağı sümükləri qısa, borulu sümüklərdir. Barmaq falanqaları da həmçinin, baxın, burada barmaq falanqalarını qeyd etmək istəyirəm. Qısa, borulu sümüklərdir. Baxın, burada da baş barmaqda 2 ədəd var. Deməli, bu insanın yuxarı ətraf skeletinin sümükləridir. Deməli, yuxarı ətraf skeletində, ətraf skeleti deyirsə, bura həm sərbəst, həm də qurşaq skeleti aiddir. Bizdən soruşa bilər ki, insanın yuxarı ətraf skeletində qurşaq və sərbəst hissəni birləşdirən sümüklərin növünü müəyyənləşdirin. Qurşaq və sərbəst hissəni birləşdirən sümüklər deməli olacaq, bax bu kürək sümüyü, bir də sərbəst hissədən bazu sümüyü. Kürək yastı, bazu isə uzun borulu sümüklərdir. Və yaxud da bizdən soruşa bilər ki, insanın çiyin qurşağını əmələ gətirən sümüklərin sayı. Dedik ki, 2 ədəd kürək və 2 ədəd körpücük olmaqla 4 ədəddir. Onların növ sayını soruşsa bizdən, deməli, körpücük sümükləri qarışıq sümüklərdir, kürək sümüyü isə yastı sümükdür. Həm belə sümüyün quruluqça növünü deyə bilərik və yaxud da ümumi növ sayını soruşsa, kürək və körpücük olmaqla 2 növ sümük vardır. Bəs insanın yuxarı ətrafında oynaqlar hansı hissədə yaranır? Əziz abituriyentlər, ən böyük oynaq elə bazunun kürəklə əmələ gətirdiyi oynaqdır. Burada oynaq başı bazuda görsənir, oynaq çuxuru. Bayaq əslində onu kürək sümüyündə biz görmüşdük. Baxın, oynaq çuxuru. Fikir versiniz, bax bu hissə oynaq çuxurudur, bu kürəkdədir. Və eyni zamanda bu hissədə, burada yarandı deməli, oynaq və orada oynaq mayesi də var. Sürtünmənin qarşısını alır. Bu hissədə də biz oynağı görürük. Hətta bax bu hissələrdə də biz oynağa rast gələ bilərik. Təbii ki, barmaq falanqalarında da kiçik oynaqlar vardır. Diqqətiniz üçün təşəkkür edirəm.